Zəifliyi olan insanlara hansı yeməkləri yemək olmaz mövzusu ilə bağlı mən qeyd eləmişəm ki, cinsi zəifliyi olan insanlar şirin qidalardan qaçmalıdırlar. Bura şəkər məhsulları ilə yanaşı bal, xurma və banan barəsində qeyd eləmişəm. Yəni bunlar da digər şirniyyat məhsulları kimi, tərkibində şəkər olan maddələr kimi bunlar da yüksək glikemik indeksə malik olan qida maddələridir. Yəni bunlar qanda şəkərin qalxmasına, insülinin artmasına səbəb olan, keyfiyyətsiz insülinin artmasına səbəb olan qida vasitələridir. Ona görə bunları qəbul eləmək məsləhət deyil kimlərə? Yəni yaşı 40-dan yuxarı olub, cinsi zəifliyi olan, şəkərə meyilliyi olan, qaraciyərində piylənmə olan insanlardan söhbət gedir. İndi burada heç yaşı o qədər də əhəmiyyət kəsb eləmir, açıq deyək. Yəni insanlar o qədər, bir dəqiqə xəstəliklər o qədər cavanlaşıb ki, heç yaşı o qədər əhəmiyyət kəsb eləmir. Yəni şəkərə meyilliyi olan adam var. Bunların hamısında cinsi zəiflik yaranır. Səbəb nədir? Qanda insülin kəskin artır, keyfiyyətsiz insülin. Həmən insülinin artması testosteronu vurur və avtomatik cinsi zəiflik yaranır. Ona görə mən yenə də təkrar edirəm, həmən o insanlara deyirəm, hansılar ki, narazılıq edirlər ki, nə üçün siz bu yeməkləri, bu deyilən qidaları qadağan edirsiniz? Axı bal yaxşı məhsuldur, axı xurma yaxşı məhsuldur. Mən etiraz eləmirəm, bunlar həqiqətən yaxşı məhsuldur, banan da yaxşıdır. Amma şəxslərdə əgər cinsi zəiflik varsa və bu da araşdırılan zaman məlum olur ki, bu adamda şəkərə meyillik var, qaraciyərində problem var, piylənməsi var. Belə adamlara artıq bu şirniyyat məhsullarını, balı, xurmanı və bananı və başqa digər şirniyyatları hamısını, ağ çörəkdir, kartofdur, sonra makarondur, yəni bu məhsulları, ağ düyüdür, bunları qəbul eləmək məsləhət görülmür. Yəni bunlardan bacardıqca qaçmaq lazımdır. Başa düşürsünüzmü? Nəyə görə? Bunların qəbulu uzun müddətli, çoxlu miqdarda qəbulu. Bu qanda insülin rezistentliyin artmasına səbəb olur. Yəni keyfiyyətsiz insülinin yaranmasına səbəb olur. Keyfiyyətsiz insülin isə insülinin qanda artmasına səbəb olur. Yəni bədən